Bugün burada toplaşmamızın məqsədi sizinlə növbəti maarifləndirmə tədbiridir. Tədbirimizin mövzusu ənənəvi yüksək dəyərlərin təbliğidir. Demək, tədbir qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi, dövlət agentliyinin maliyyə dəstəyi, hüquqi və demokratik islahatlar mərkəzi ictimai birliyinin və Şirvan şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilir. Bugünkü tədbirdə əsas mövzu, sizin aparacaq mövzu, hüquqi və demokratik islahatlar mərkəzi ictimai birliyinin sədri İlham müəllim olacaq və eyni zamanda həmin təşkilatlar birlikdə təşkil qurulmuş digər qonaqlarımız və bugün burada Şirvan Peşə Liseyinin hüquqşünası Mətələb Qanlar iştirak edir. Bu da sizlərlə öz bu mövzu ətrafında dəyərli tövsiyələrini verəcək. Bugünkü gündə mövzumuz elə bir mövzudur ki, buyurun, gəlin. Mövzumuz elə bir mövzudur ki, çox aktual mövzudur. Ənənəvi yüksək dəyərlərin təbliği. Ənənəvi yüksək dəyərlərin təbliği. Yəni, qlobal zaman inkişaf elədikcə, yüksək innovativ texnologiyalar inkişaf elədikcə, biz görürük ki, bizim milli mentalitetimizə daha yaxın olmaq ehtiyacımız yaranır. Hansı ki, kim ki öz milli mənəvi dəyərlərindən uzaqlaşırsa, getdikcə həmin cəmiyyətlə məhvə sürüklənir, yox olmağa sürüklənir. Hələ şunlarsa sınavlarını verir. Yox olmağa sürüklənir. Ona görə bugün mən burada qeyd eləmək istəyirəm ki, Azərbaycan xalqının, Azərbaycan millətinin çox yüksək, deyərdim ki, ali zirvədə dayanan milli mənəvi dəyərləri var. Bugün bu tədbirimizin əsas məqsədi o dəyərlərin bir daha xatırlanması, dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasından ibarətdir. Və ətraflı mövzu ətrafına çıxış eləmək üçün sözü verilmə, Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyinin sədri İlham müəllimə. Buyurun, İlham müəllim. Mən sizə təşəkkür edirəm. Hörmətli tədbir iştirakçıları, mən sizə təşəkkür edirəm ki, bu qədər gözəl bir tədbirə buyurub gəlmişsiniz. Bu onu göstərir ki, doğrudan da siz bizim ailə dəyərlərinə, bizim milli mənəvi dəyərlərinə çox bağlı insanlarsınız. Və sizə xatırlatmaq istəyirəm ki, biz Hüquqi və Demokratik İslahatlar Mərkəzinin İctimai Birliyinin təmsilçiləriyik. Bizim təşkilat Hüquqi və Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarının dövlət dəstəyi agentliyinin maliyyə yardımı ilə ənənəvi yüksək dəyərlərin təbliği layihəsini icra edir və biz bu layihə çərçivəsində Bakı şəhərində və regionlarda bir sıra tədbirlər keçiririk. Və Xanım müəllim çox gözəl qeyd elədi ki, Azərbaycanın özünə məxsus adət-ənənə dəyərləri var. Doğrudan da min illərdir ki, Azərbaycan öz dəyərlərinə sahibdir. Adət-ənənəsi, müasir dövrün yenilikləri, texnoloji dəyişikliklər bizim o min illərdir ki, mövcud olan adət-ənənələrimizi, dəyərlərimizi sıradan çıxarda bilmir. Əksinə, biz öz dəyərlərimizdən daha möhkəm yapışmışıq və bunu daha da inkişaf etdirir ki, gələcək nəsillərə çatdırırıq. Kim deyə bilər ki, bəzi xalqlarda var ki, məsələn, bizi böyüyə, kiçik münasibətlər demək olar ki, sıradansa. Amma Azərbaycan ailəsində, Azərbaycan dəyərlərində böyüyə çox böyük hörmət var. Ağsaqqal olan yerdə kiçiklər susmağa üstünlük verir, onun hərəkətlərini maraqla izləyir, fikirlərini diqqətlə dinləyir. Burada onun böyüyə olan hörmətini nəsil. Eyni zamanda kiçiklər hər zaman onun həyat keçirlər ki, böyük evə, ailə daxil olanda, evə girəndə kiçiklər hər zaman ayağa qalxıb ona hörməti nümayiş edir. Buna görə də biz həqiqətən də Azərbaycan xalqı öz dəyərlərə sahib olmağı bacaraq və biz Cənab Prezidentimiz İlham Əliyevə təşəkkür edirik ki, bizim ailə dəyərlərimizi, ailə institutunun daha da inkişaf etdirilməsinə çox böyük diqqət ayrı dəstək göstərir. Bunun da səbəbi bu öndərimiz Heydər Əliyevin 1993-cü ildə bu yaxınlarda çox böyük təntənələrlə qeyd edildiğimiz 15 ildir ki, hakimiyyətə gəldi, xalqın savaşı olub.
hakimiyyəti layihəsindən sonra ailə dəyərlərində, ailə üstünə çox böyük önəm verdi, dəyər göstərdi və bir qədər sonra Azərbaycan keçmiş İsrail Respublikalarında bəlkə sayılan o dövlətlərdən ki, ailə, qadın, uşaq problemləri dövlət komitəsi yaradılır. Və bu komitənin bilavasitə işi yerlərdə, belki də paytaxtda və regionlarda ailələrin müzəkkir problemləri, bunların uşaq valideyn münasibətində yaranan hansısa bir soyuqluğu və yaxud da boşanmalardan sonra, cütlüklərin boşanmasından sonra uşaqlarda yaranan bir müəyyən problemlərin aradan qaldırılmasında bu komitə çox müstəsna rol oynayır. Biz bayaq qeyd edirik, bax, dünyanın əksər ölkələrində misallar, çox sayılı misallar çəkmək olar ki, boşanmalar baş verir. Ne bileyim, ailələr sıradan çıxır. Bu yaxınlarda mən bir mətbuatdan oxudum, İzvestiyada daha doğrusu qəzetini oxudum ki, Rusiyada hər 1000 nəfərdən, ailə quran 1000 nəfərdən 800 nəfəri, yəni 80% təsəvvürün boşanmalar məlumatları. Hətta bu rəsmi məlumatlarda. Digər, məsələn, bizə qonşu olan dövlətlərdə də belə bir xoş olmayan hadisələr yaşanır. Azərbaycanda da belə bir hallar yaşanır. Bu da birisi nəticəsidir. Bəzən sosial şəbəkələr üzərindən insanlar var ki, cütlüklər var ki, ailə qururlar, hələ bir-birini yaxşı tanımırlar, bir-birini xarakteri ilə bağlı o qədər geniş məlumata malik deyirlər. Ailələr o qədər də bir-biri haqqında onların xüsusiyyətləri, bunlar xarakteri ilə bağlı o qədər də geniş məlumatlara malik deyirlər və birdən-birə sosial şəbəkələr üzərində tanış olurlar, ailə qurulur və nəticədə bir qədər sonra məlum olur ki, cütlükdə ailə qurulur sonra məlum olur ki, bunlar heç də eyni belə yolu getməyə hələ hazır deyil, onlara xasiyyətlər tutmur, bir-birini başa düşürlər və bu da təəssüf ki, bəzən boşanmalara gətirib çıxır. Azərbaycan statistikasını nəzər yetirsək, məsələn, ailə quranları hər 100 nəfərdən 30-35 nəfəri boşanmalarla hallar yaşanır. Bu düzdür, faciəvi hal hesab olunmasın da, digər ölkələrlə müqayisədə və hər halda arzu olunan deyil. Biz o millətik ki, hər zaman ailə yüksək dəyər verir. Ailə üstü bizdə doğrudan da çox möhkəm əsaslar üzərində qurulur. Qadın-kişi münasibətləri bir-birinə hörmət üzərində qurulur. Hər zaman bir-birinə dəyər verilir, uşaqlar bir-birinə, valideynlərlə çox böyük hörmət göstərirlər və amma nə edək ki, müasir dövrdə dediyim kimi yeniliklərin müəyyən qədər çatışmazlıqları bizim digər ölkələrdə olduğu kimi Azərbaycan ailəsinə də yol tapır və bəzi ailələrimiz bəzən boşanmalara məruz qalır. Təəssüfdir, boşanmalardan bəzən əziyyət çəkənlər daha çox hər kəsimdə tədbirdə qardaşırlar ki, uşaqlar əziyyət çəkirlər. Uşaqlar bizim həssas yerimiz, uşaqlar bizim zəif nöqtəmiz hesab olunur. Bu mənada ki, doğrudan bəzən görürsən ki, bu uşaq belə küçədə tənha yaşayır, gəzir və yaxud da uşaq evlərində yerləşdirilir. Halbuki, hamınıza rastlaşarsınız ki, bəzən görürsən ki, o uşağın atası da var, anası da var. Biz istəyirəm, bizdə ev məsələləri, atalar, analı getir. Bax, həmin o uşaq atası da var, anası da var. Amma deyər ki, bu uşağa nə ata sahib çıxır, nə ana sahib çıxır və bu uşaq çox təəssüflər olsun ki, təəssüf ki, birinci cəmiyyəti bəlkə qınıyırlar, cəmiyyəti qınıyırlar. Sizin sualınıza cavab olur ki, cəmiyyət elə bir formalaşır ki, nəticə etibarında boşanmalar baş verir və boşanmalardan da uşaqlar əldə edir. Amma gəlin belə bizə məsuliyyət daşıyır baxır. Biz hər şeyi dövlətdən tələb ediyoruz. Mənə qaz ver, mənə su ver, mənə işi ver, mənə iş ver. Və sən bir vətəndaş olaraq dövlət üçün nə işlər görürsən? Bax, gördüyüm insan, hər bir insanda bir vicdan sevgisi olmalıdır. Hər şey müəyyən nöqtəyə qədər. Bu nöqtədən sonra sən artıq deyək, hüquqda da bir anlayış var. Bizim Peşə Liseyinin quruşası burada əlləşir, təbii ki, daha yaxşı. Sənin hüquqlarını bitir, digərlərinin hüquqları artıq başlayır. Sən elə deməli deyəcək ki, mən. Sən digərlərində hüquqlarını hörmət edəməzsən. Bunu görə də uşaqların deyək ki,
nəzarətsiz qalması, bəzi dediyim kimi, atalı ananı bilgetin olması, uşaq özlərini öyrətilməsə nə olur? Günahkarı ilə biz deyilik, ailələrin özləri, o küçüklərin özləridir. O, mən sizə deyim ki, bəzən görürsən ki, boşanan kimi çox vaxt olur, ha? Ata ya çıxıb gedir xaricə, ana da deyir ki, mən artıq işləyə bilmirəm, mən uşaqlar dolan bilə bilmirəm, apara bunu İşləyə bilmirəm, yoxsa iş yox. İşləmir də, o daha birisi, adı necə oldu? Alim mənim. Birisi ki, hamı gör, bizim bəzən təbəq ki, Şirvan bölgəsində və Azərbaycan, hamı kəndlər nəyə görə bəzən gəlinlər daha çox mərkəzə axışırlar, şəhərlər daha rahat, daha təmtəraqlı bir həyat istəyirlər. O istəyirlər ki, elə gitsin, elə hər gün divanda əyləşsin, qarşısında kofi, ayağının üstası, televizor. Bu rahat həyat heç kimə nəsib. Tarixdən, tarix yaralarından bu günə qədər heç kim elə rahatlıqla nəsələr ola bilmir. Çünki əziyyət çəkəcək, çətinliklər görəcək. Bizim bu müasir dövrün milyarderləri var burada. Onlar da deyir ki, onlar həyatı gözəldir, onlar milyarderlə pulları var. Hər şey birinci pulları açmaq olmaz. Ailə xoşbəxtliyi ən uzaq oturtmalıdır. Ailənin xoşbəxtliyini heç bir pul, var, dövlət əvəz edə bilməz. Ona görə də, sözü qəbul, o imkanlı şəxslər, ona da mənə qədər əziyyətlər çəkirlər. Bax, bu qolları sıyırılır, qızışlar ödülür. Heç bir cütlük ailə quranda demir ki, mən vaxtda ayrılacaq. Bu hədəfim oldu. Hamı ailə quranda deyir ki, mən xoşbəxt olacaq. Dillərdən səslənən dualarda da hər zaman fikir səsləndirir ki, Allah xoşbəxt edəsin. Kiçikdən tutmuş böyük edər. Amma dediyim kimi, elə bəzən elə bir məcbur hallar yaşanır ki, insanlar boşanmalara məcbur olur. Bundan da qeyd edildim ki, boşanmalardan da qeyd edildim ki, uşaqlar daha çox əziyyət çəkirlər. Ona görə, nə də cəmiyyəti, nə uşaqları, nə də valideynləri buna görə günahlandırmaq olur. Dövlətimiz, Azərbaycan dövləti, uşaqların himayə götürülməsi ilə bağlı bir dövlət proqramı. Siz yəni ki, bilirsiniz ki, uşaq evlərində böyüyən uşaqlar, onlara evlər verirlər. Məsələn, Abşeron rayonunda, bəzi Abşeron qəsəbələrində, Bakı şəhərində, uşaq evlərində böyüyən uşaqlara 18 yaşında çıxırlar və onları həyatda atılırlar və onları dəstək olurlar. Dövlət proqramı var. O dövlət proqramına uyğun olaraq ondan sonra evlər verirlər. Onlara bəzən də ki, uşaq evlərində olan uşaqlar var. Mən çox istəyirəm ki, o bölgə ilə bağlı bizim ixtisaslı kadrolu var. Elçin müəllim, bizim təşkilatın sədr müavini, həm də sosiologdur, yəni televiziyalarda tanınmış şəxsdir. Çox istəyirəm ki, o mövzu ilə bağlı Elçin müəllim var. Hoş görmüşük. Çok şadım ki, belə bir müqəddəsliğimiz var. Biz Ümumiyyətləri və Beynəlxalq İslahatlar Mərkəzi qeyri-hökumət təşkilatıyıq. Yəni, dövlət təşkilatı deyil. Biz bir növ ictimai təşkilatıyıq. Bizim elə bir təhsil vasitəmiz, səhvimizdən qərar vermək imkanlarımız yoxdur. Biz sadəcə cəmiyyətin, xalqın nümayəndələri olaraq müəyyən sosial məsələlərdə maarifləndirmə və yaxud hər hansı bir məsələləri hökumət qarşısında qaldırma ilə bağlı layihələr edilir. Bax, gördüyünüz kimi bu layihə bizim ənənəvi milli dəyərlərimizin qorunmasıyla bağlıdır. Çünki son vaxtda, Naxalimlərlə yaxşı deyilər, qloballaşma dövründə bu məsələdə çox ciddi problem var. Siz dediyiniz məsələ də bunun tərkib hissəsidir, ailələrin dağılır. Ailələr niyə dağılır? İki səbəbdir. Mənəvi deqradasiya, yəni burada təkcə sosial-maddi problemlər əsas deyil. Bir də sosial problemlərdir, maddi problemlərdir. İndi biz o biri tərəf, siz dediyiniz kimi, dövlətin vəzifəsini öhdəliydi. Sosial vəziyyəti, maddi vəziyyəti, əhalini sağlamlaşdırdıqca ailələrin möhkəmliyi olacaq. Bu bizim edə biləcəyimiz bir şey deyil. Bizim edə biləcəyimiz ikinci hissədir. Yəni, mənəvi degradasiyanın qarşısını almaq, əks təqvaqata, dəyərlərimizə qarşı aparılan təqvaqatın qarşısını almaq və öz dəyərlərimizi yaşatmaq. Məsələn, boşanmaları mən siz inandıram ki, mən bu 30 ildir bu sahədə, yəni sosioloqdan boşanma proseslərini minlərlə izləmişəm, vəkillərlə, hakimlərlə söhbət eləmişəm. İnanın ki, boşanmaların çoxsu maddi səbəbdən deyil. And olsun Allaha. 100 boşanmadan and içirəm ki, 80% mənəvi səbəblərdir. Burada xəyanət səbəbləri var,
Burada bir-birini bəyənmə məsələləri var. Burada daha yaxşı həyat yaşamaq arzusu var, seriallarda gördüyü həyat. Yəni, mənəvi məsələlərdir. Özünü digərinə üstün tutmaq və məsəl üçün, bahalı bir şey istəyirəm, ailəmin vəziyyətinə baxmayaraq. Nəysə, mənəvi və güclü olandan sonra, baxın, bizim deməli, ən ağır xalqımızın ağır vəziyyətlərində, müharibə bölümlərində, azlıq bölümlərində belə, məsələn, və müharibəsi vaxtı zaman azından jımıq yeyir. Boşanmalar var idi, indiki qədər əxlaq skallarında yox. Deməli, mənəvi dəyərlər yüksək olanlar, insanlar yoxsul da olsa, insanlar kasıb da olsa, boşanmalar baş verir. Amma maddi cəhətdən yüksək ölümlük olsan, əgər mənəvi dəyərlərsə gedirsə, olacaq. Bax, bugün dünya ölkələrinə baxın. İlk 10-luqda hansı ölkələrdir boşanmalarda bilirsiniz? Ən zəngin ölkələrdir. Ən zəngin 10 ölkə. Amerika, Almanya, Yaponiya, Fransa hansını deyirsiniz? Ən az boşanma olan ölkələr hansıdır? Ən yoxsul ölkələrdir. Hindistandır, İrandır, Pakistandır, məsələdə doğar. Bu onu göstərir ki, bu məsələlərdə mənəvi dəyərlərin yolu daha üstündür. Aydın, sosial problemlərin də təsiri var, ailələr var ki, işsizlikdən, xəstəlikdən, çox uşaqlıqdan dolana bilmir, axır geziklər, boşanlar, belə hallar var. Bu hallarda artıq qeyri-hökumət təşkilatları ancaq məsələ daxillər dövlət müəssisəsində biz həmişə qaldırır. Məsələn, siz internetdə bir dənə Elçin bayramını yazmaq kifayətdir ki, görəsiniz mən minlərlə dəfə dövlət televiziyalarından tutmuş, adi saytlara qədər verdiyi müsahibələrdə daim uşaq qulunun verilməsinin davasını görür. Daim ailələrə sosial dəstəyin davasını görür. Deputatlarımız da qeyd edir, üniversitə də qeyd edir, müzakirələr verir. Belə bir gözlənti var, yəqin ki olacaq. Çünki hökumət də görür, rəsmi statistikada görür ki, 40% bizdə uşaq doğulan aşağı düşür. 16.000 birinci sinif keçən ildir, səhvən. Dövlət bunu görür. Dövlət bunu görür, strateji institutlar araşdırır, baxır ki, məsələn, 10 ilə, 20 ilə, 30 ilə bir millət kimi biz azalıb yola çıxa bilərik. Bu təhlükənin qarşısını almaq üçün dünya təcrübəsi var. Başqa ölkələrdə bunun üçün dövlət 2 istiqamətdə tədbir görür. Bir, sosial dəstək, pulla, uşaq qrubu, plan, torpaq, ev, şərait yaratı aləmdə olanlara ikinci bir tərəf, mənəvi bazanı möhkəmləndirir. Məsələn, burada nə baş verir? Boşanmaları çətinləşdirmək, dövlət bunu edir. Bizdə son dövrlərdə Avropanın tərəfindən boşanmalar asanlaşdırılır. Halbuki, məsələn, Sovet dövründə daha çətinlikdir. İndi ilk münaqişədə tez bir sahada qoşuyorlar, tutaq verir. El olmalı, vaxt verilməli, insan hisslərdən olanlar allanar, danışır. Yəni, bu dövlət bu hüquq proseduru azaltmalıdır, yəni ki, çətinləşdirəcək. Sonra, məsələn, bəzi ölkələrdə təcrübə var, Rusiyanın təcrübəsində dövlət 20 ildən artıq boşanmayan qalan ailələrə böyük məbləğdə mükafat verir, dövlət mükafat. Yəni, həvəsləndirir ki, ailələr dağılmasın. Bizdə də bu təşrifat planından var, dövlət bu addımlara ata bilir. İndi Azərbaycana gələndir. Azərbaycan milli mənəvi dəyərlərinin ildən çox möhkəm olan bir bölgə regiondur. O cümlədə Şirvan regionu da həqiqətən də Azərbaycanın çox milli köklərə, milli dəyərlərə malik mühafizəkar regionlardır. Baxın, 4 dənə biz ölkədən cəmi bölgə seçmişik, şəhərləri. Hər il biri Şirvandır. Şirvan bizə doğmadır. Hər il biri buradayıq, mütləq. Mərkəzi kitablarda keçən eləmişik, o məktəblərdə eləmişik. Hər il biz buradayıq. Ona görə ki, Şirvan səmiyyə şəhərdir. Şəhərlərdə daha mənəvi dəyərlərə təzyiq yüksək. Çünki müasir həyat tərzi, müasir təbliğatlar insanlarda o mənəvi dəyərləri bilmək geridə qalmışlıq kimi təqdim edir. Məsələn, kəndlərkən zarlarında bilanda insanlar daha çox dəyərləri qoruya bilir. Amma şəhərlərdə çətindir. Ona görə biz şəhərlərə üstünlük verdik və Şirvan şəhərdə bir sənaye şəhəri, dünyada bir şəhər olduğuna görə və ziyalı şəhər olduğuna görə biz bilirik Azərbaycanda nə qədər Şirvanın intellektual alimlər, qanunlar çox. Bax, bu bölgədə bizim əvvəlki tədbirlərdə və iştirak edəndə həmişə elmi ictimaiyyət tutulur. Biz nəyə görə onları seçirik? Çünki onların cəmiyyətdə təhsil imkanları var. Siz burada müəllimlər, sizin sözünüz eşidilir. Siz şagirdlər, tələbələr, deməli, intellektual şəxslərsiniz, bir məclisdə qılanda sizin sözünüz eşidilir. Biz bu günləri nəyə baxmalıyıq? Bəli, problemlər var ölkədə, bütün dünyada, bütün ölkələrdə problemlər var, bizdə də var. Maaşlar o qədər yüksək deyil, mən vaziyəm, bizim də maaşlarımız aşağı. Deməli, işsizlik məsələsi də var, bəli, bütün dünyada var, bizdə də var. Hətta Avropa ölkələrində 20-25%-ə çatır işsizlik, elə məsələsi. Amma
heç olmasa mümkün ehtiyaclarla biz şərt ölkə bir ölkədə elə bir ölkə yoxdur ki, hamıda var yaşasın. Elə bir ölkə yoxdur. Hər ölkədə fərqlər var, sosial fərqlər var, varlı yaşayanlar var, kəsb yaşayanlar. Baxın ki, biz nə qədər çətin vəziyyətlərdə olsaq da dəyərlərimizi qoruyub saxlayırıq. Şərt ölkə hamı imkanlı olsun. Bu baxımdan milli dəyərlərə nə daxildir? Bax, ənənəvi yüksək dəyərlər dedikdə biz indi əsasən aləmi nəzərdə tutuyoruz. Çünki aləm bu birinci bizim müqəddəs dəyərimiz. Amma burada başqa dəyərlərimiz də var. Məsələn, milli mədəniyyətimizi yaşatmaq, gənc nəslə biz öz milli mahnılarımızı, filmlərimizi, əsərlərimizi, tarixi şəxsiyyətlərimizi təbliğ etməliyik. Nəinki Qərbin, Avropanın, dünyanın başqa tərəfləri. O ruhdan böyüməlidir. Əvvəllər uşaqlara layla verirlər, elə onu da verirlər. Bunlar hamısı genetik kodlardır, psixologiyamıza verir. Bax, dəyərlərimizi yaşadaq deyəndə bizim arxitekturamızdan tutmuş, tarixi abidələrimizdən, məbədlərimizdən tutmuş, milli bayramlarımızdan, Novruz bayramından, planından tutmuş, dini dəyərlərimizdən tutmuş çox şey burada daxildir. Və bunların hamısı bütövlükdə ənənəvi dəyərlər. Ənənəvi dəyərlərə qarşı görürsünüz necə təbliğat gedir dünyada, o cümlədən Azərbaycanın özündə də bəzi bölmələr televiziyanla aparırlar, bu təbliğatı, internetdə aparırlar. Ona görə biz öncə təbliğ edirik ki, uşaqlarımızı bu təsirdən saxlayaq, sosial şəbəkələrdə elə ona gətirin ki, bax, sosial şəbəkələrdə dəyərlərimizin hansı problemi var, nə görürsünüz? Sosial şəbəkələrdə bilirsiniz nə vəziyyətdir, bəzi özün kanallarda şou verilişlərdə necə bizim dəyərlərə təzyiq edirlər. Biz də ona müqavimət göstərməliyik. Bax, biz heç olmasa bir müəyyən etirazlar eləmişik, müəyyən müraciətlər eləmişik, bunun qarşısında alınması var elə. Siz bir elmi kollektiv olaraq bir məsələ qaldırmışsınız. Məsələn, bir televiziya müraciət eləmişsiniz ki, bu nə verilmişdir bizim dəyərlərimizə ziddir? Kimdir bunu çıxartdı sefirə? Və yaxud başqa bir məsələlərdir. Hər kəs öz vətəndaş mövqeyindən çıxış edir. Bu sahədə nə problemləri görürsünüz və çıxış yolu nə təşkil edirsiniz, fikirlərinizi, suallarınızı deyərsiniz? Bizim məddəl işlərimiz olmamışdan əvvəl Şirin şəhər Güzel Liseylə bu söz verək, fikirlərini söyləyir. Ailə kiçik bir cəmiyyətdir. Yəni, ailə ata-ana evlatlardan ibarətdir. Yəni, ailədə uşağın tərbiyəsi əsasən valideynlərdən çox şey asılıdır. Uşağın tərbiyəsini yalnız valideynlər verə bilər. Cəmiyyətdə də uşaq özünü göstərməyə bacarmalıdır. Uşaqların hüquq və vəzifələri vardır. Yenilikli Uşaq Hüquq Konvensiyasında uşaqların hüquq və vəzifələri vardır ki, bu vəzifələr yaşamaq və yaşamaq hüququdur. Bu uşağın təməl hüququdur. Yəni ki, uşaq anadan olduğu andan etibarən sağlam şəkildə, sağlam mühitdə yaşamalı və onun tərbiyəsi ailə tərəfindən, cəmiyyət tərəfindən, dövlət tərəfindən verilməlidir. Sonra gəlir təhsil hüququdur. Təhsil hüququ uşağı deməli, dövlətimiz təhsildə əlçatan etmişdir. Uşaqlar təkcə məktəbə getməklə, məktəbə getmirlər, eyni zamanda orada təhsil alırlar, uşaqların dünya görüşləri inkişaf edir, dünyaya baxışları inkişaf edir. Bu da uşağın deməli, dövlətimiz tərəfindən təhsili pulsuz edir dövlətimiz. Yəni, uşaqlar təhsil alırlarsa, həm də eyni zamanda uşaqlar öz dünya görüşlərini artırırlar. Onlar ali məktəblərə qəbul olurlar, universitetlərə qəbul olurlar və özlərinə gələcəkdə ixtisas seçmə, cəmiyyətdə özlərini, necə deyim, özlərini göstərmək kimi göstərilir bu təhsil hüququnda. Sonra gəlir uşaqların deməli, sağlamlıq və sosial təminat hüququ. Uşaq doğulduğu andan etibarən sağlam mühitdə böyüməlidir. Uşaq sağlam qidalanmalıdır. Gigiyenik qaydalara riayət edilməlidir uşaqlar üçün. Onlar tibbi müayinələrdən keçməlidirlər. Sosial təminat hüququ dövlətimiz tərəfindən uşaqların deməli, təhsil haqqları ödənilir. O uşaqlar ki, var ki, onların deməli, qruplu əlilliyi varsa, onların deməli, şəhid ailələrin uşaqlarına, sonra qazilərin uşaqlarına, qaçqın və məcburi köçkün ailələrinin uşaqlarına da dövlətimiz tərəfindən onların dövlət təhsil haqqları ödənişsiz olur, yəni təmin haqqları dövlətimiz tərəfindən ödənilir. Sərbəst söz demək hüququ, yəni uşaqlarımız sərbəst öz fikirlərini öz sərbəst şəkildə ifadə etmək hüququna malikdirlər. Sonra gəlir istirahət hüququ, uşaqlarımız təkcə məktəbə getməli deyirlər, eyni zamanda istirahət etməlidirlər və onlar istirahət etmək üçün uşaq gənclər evinlərdə digər əyləncəli yerlərə gedib öz istirahətlərini, yəni səmərəli keçirmək
hüququnu bilirsə, bu gələcəkdə cəmiyyətdə özünü göstərməyi bacarmalı, sözünü deməyi bilməlidir. Çok istəyirəm ki, bizim tədbirimizdə iştirak edən, bizim tədbir iştirakçılar mövzuyla bağlı fikirlərini bizlə görüşürük. Əgər mənə sualları varsa, bizə müzanlasınlar, qeyd edelim ki, biz hüquq və demokratik islahatlar şərtləri olaraq bütün sosial şəbəkələrdə var. Yəni, hüquq və demokratik islahatlar mərkəzi, ictimai birliyi yazsın. Dərhal sosial şəbəkələrdə çıxacaq bizim elektron poçtamız, bizim telefon nömrələrimiz orada çıxacaq. Və sizin hər hansı bir, bax dedim ki, ailə ilə bağlı, hər hansı uşaqlarla bağlı, digər dostlarımızla bağlı, quşlarla bağlı, hər hansı bir problemimiz varsa, biz onları deməsizdən cəlb edib onları həlli ilə bağlı dövlət orqanlarının qarşısında məsələ qaldıra bilər. Ərəblərdən bir xanımla belə söhbət elədiyə görə ərəbsidir. Qeyd elədim ki, ərəblərə siz uşaqlarınız xaricə təhsil almağa gedirsə, siz valideynlər olaraq o uşaq getdi xaricə təhsil almaq. Onun necə təhsil ala biləcəyi, harada yerləşəcəyi, necə təhsil alacağı ilə bağlı bir o qədər də məlumatın malik oldu. Uşaq da istəyir ki, valideynlər evdə narahat olmasınlar. Bəzən deyir ki, narahat olmaqda, amma hər şey əladır. Bax, burada yerləşmişik, qəsəbxanada qalıram, dərslərimə də gidib gəlirəm. Amma valideyn rəyində belə gümanlara qalır ki, görürəm, bunun uşaqları doğrudan mı hər yerə orada təhsil alır. Bax, biz o gümanları arada qaldırmaq ki, sizin yanınızda ola bilər. Biz o həmin universitetlə, bizim oradakı əməkdaşlarımızla bağlı, köhnə şəkildə əlaqə qurduğumuz dostlarımızla əlaqə saxlayıb, həmin o uşağın harada yerləşdiyi, istər bir uşağı olsun, istər oğlan uşağı olsun, necə təhsil aldığı və ümumiyyətlə özü necə aparması ilə bağlı biz də geniş ətraflı məlumat çatdıra bilər. Buna görə də mən sizə xarş edirəm ki, çalışın əməkdaşlıq edək. Burada tədbir bitdi, dağılışan şəkil çəkdirdi, videolar çəkildi, bir dağılışan, elə olmasın. Siz bizə yazın, problemlərinizi bizə ünvanlayın, harada çətinliklər varsa bizə onun əlindən bağlı bizsə hüquq yardımına edirlər. Bəlkə vəkil tutmaq üçün kimsə vəkillər bu uşaqda sizin müqabilə imzalamalısınız. Düzdür, o da böyük qəbləq tələb edir. Amma biz təşkilat olaraq pulsuz sizin hüquqşünassız ola bilər. İstər dövlət orqanlarında, istər məhkəmələrdə, istər digər hüquq mühafizə orqanlarında, digər idarə müəssisələrində biz sizin yanınızda olacaq.